Peygamber sallallahu aleyhi ve sellem bize bazı günlerde mucize ederdi, hatırlama ederdi, korkardı ki bezerik veya bizi bezdirmekten çekinerdi, istemezdi. Bakmayarak sahabeler sevirdiler onun söhbetlerini ve sözlerini arzuluyurdular, darıxırdılar onun məclisi için. Çünkü sözleri əzəmətliydi, mucizeleri əzəmətliydi, xatırladırdı. Onlara ahireti, ağladırdı gözlerini. وَعَزَنَ Resulullah sallallahu aleyhi ve sellem مُوْعِظَةً بَلِغًا. Deyir ki, İrbad ibn Sariye Peygamber sallallahu aleyhi ve sellem bize bir gün bir mucize dedi. ظَرَفَتْ مِنْهَا الْعُيُونَ وَوَجِلَتْ مِنْهَا الْقُلُوبِ. Ondan gözler yaşardı, kalpler yumuşaldı. Böyleydi Peygamber sallallahu aleyhi ve sellem. Bilirdi ne vaxt danışacaq, bilirdi ne vaxt susmalıdır. Münasip vaxt seçirdi, münasip kelimeler seçirdi. Ona göre o azametli fikhe, o azametli anlayışa, o yüksek təlime dikkat edin. O edep ki hansı ki sahabeler öğrenip ondan orta yolda olmaq dəvətdə, mülayim olmaq, nəsihətdə, şəfqətli olmaq mucizədə, həris olmaq ki təsiri çox olsun. Həris olmayıblar çox danışmağa. Və məqsəd də mucizədə kiməsə çox eşitdirmək deyil, qulaqların çox dinləməsi deyil, əksinə qəlbin təsirlənməsidir. Hansı ki nəfsi dəyişir əgər təsirlənsə qəlb. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bilirdi ki qəlblər bezir, yorulur, necəsi bədənlər bezir, yorulur. Və kəlmə qəlbdə sabit olmur, qalmır əgər şəfqətlə, hikmətlə, mülayimliklə ərz edilməyibsə qəlbə. Necə ki bitki qədərində sulandıqda bəhrəsi olur, yetişir, gözəl olur. Qədərindən, ehtiyacından çox sulandıqda boğulur, məhv olur. İbn Rəcəb rahiməhullah deyir ki, mucizə, nəsihət çox olarsa qəlb bezər. Lakin az olarsa faydalı olar, səmərəsi olar, yəni bərəkətli olar. Və sələflərdən bəziləri deyib ki, qəlb əgər bezdirilərsə kör olar və əgər sərbəst buraxılarsa xatırlayar, qəbul edər. Və deyiblər ki, mucizə xatırlama qəlb üçün qidadır.